Azalın Bakı-Dammam marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür. Hazırda təyyarənin Bakıya istiqamət aldığı bildirilir. Marşrutun dəyişməsinin dəqiq səbəbi barədə hələ rəsmi açıqlama verilməyib. Lakin bu ilkin ehtimala görə Fars körfəzi regionunda vəziyyətin gərginləşməsi, İranın Qətərdəki Amerika hərbi bazasına hücumu və Bəhreyn-Qətər Birləşmiş Ərəb Əmirliyinin hava məkanının bağlanması fonunda baş verib. Qeyd edək ki, İranın Qətərdəki Amerika Birləşmiş Ştatları hərbi bazalarına raket hücumundan sonra rəsmi Doha ölkədə fövqəladə vəziyyət elan edib. Məlumata görə, bölgədə vəziyyətin gərginləşməsi fonunda Qətərin ardınca İraq, Küveyt, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyndə hava məkanını bağlayıb.